Balakən rayonunun Calban kəndində həyətyanı torpaq satışa çıxarılır. 16 sot həyətyanı torpağı var. Yəni 2 sotu əlavəsi var. Qarşısından gördüyünüz kimi yol kənarıdır. Qarşısından qaz xətti keçir. İşıq xətti keçir. İnternet xətti keçir. Yəni hər bir xəttlər satışa çıxarılan torpağın tam qarşısından keçir. İçərisində bir neçə tomalar, yəni təxminən bir 20-30 toma cavan fındıq ağaçları var. İrəli tərəfdə, yəni dağdır, dağın yan tərəfindən Calban çayı keçir. Cavan fındıq bağıdır. Yolun kənarıdır. İçərisində bir neçə dənə meyvə ağacları. Qeyd etdiyim kimi satışa çıxarılan gördüyümüz həyətyanı torpaq Kupçalıdır. Notarial qaydada alqı-satqı edərək gördüyümüz torpağı əldə edə bilərsiniz. Yol kənarı boyu torpaq, yəni enliyi yeşədir. Yəni torpağı 2-3 nəfər də alıb əldə edə bilər. Kupçalıdır. Qiyməti videonun altında qeyd olunacaqdır.